Ramazan ayının sonunda gücü çatan müsəlmanın ödəməsi vacib olan zəkat sədəqə növüdür. Fitrə nədir? Fitir kəlməsi lüğətdə orucu açmaq, başa çatdırmaq, fitrə kəlməsi isə yaradılış, insan olaraq yaradılma və fitrət mənasına gəlir. Dini termin olaraq fitrə sədəqəsi, insan olaraq yaradılmanın və Ramazan orucunu tutub bayrama qovuşmanın şükrü mənasında dini cəhətdən zəngin sayılıb, Ramazan ayının sonuna çatan müsəlmanların yoxsullara ödəməsi vacib olan zəkat sədəqə növüdür. Fitrənin vacib olması sünnə ilə sabitdir. Hər kəs özünün və kiçik uşaqlarının fitrələrini verməklə məsuldur. Peyğəmbər kölə, azad, böyük, kiçik, qadın, kişi hər müsəlmana fitrənin ödənməli olduğunu ifadə etmişdir. Fitrənin hikməti. Fitrənin məqsədi bir kasıbın içində yaşadığı cəmiyyətin həyat standartına görə bir günlük yeməyinin qarşılanması, beləcə bayram sevincinə iştirak etməsinə dəstək olmaqdır. Fitrə ödəməsi vacib olanlar. Ramazan bayramına çatan və təməl ehtiyaclarının və borclarının xaricində nisab miqdarı mala sahib olan müsəlmanlar zəngin sayılır və özləri ilə birlikdə baxmaqla vəzifəli olanlar adına fitrə sədəqəsi verməklə məsuldur. Şafii, Maliki və Həmbəli məzhəbinə görə isə fitrə sədəqəsinin vacibliyi üçün nisab miqdarı mala sahib olmaq şərt deyildir. Buna görə əsas ehtiyacları ilə birlikdə bayram günü və gecəsinə çatacaq qədər azuqəyə sahib, zəngin kasıb hər müsəlman fitrə ödəməklə məsuldur. Fitrənin miqdarı. Hal-hazırki dövrümüzdə fitrə sədəqəsinin miqdarı təyin edilərkən, insanın bir günlük normal qiza ehtiyacını təmin edə biləcəyi miqdarın ölçü alınması daha uyğundur. Fitrə və zəkat verilməyənlər. Fitrə, baxmaqla məsul olmadığı yoxsul müsəlmanlara verilən sədəqədir. Hənəfi alimlərinə görə A. Ana-ata, nənə və babaya, oğul, oğlunun uşaqları, qız, qızın uşaqları və bunlardan doğulan uşaqlara, C. Həyat yoldaşına, müsəlman olmayanlara, zənginə, yəni əsas ehtiyacları xaricində nisab miqdarı mala sahib, atası zəngin olan həddi buluğ olmayan uşağa fitrə, zəkat verilməz. Bunun xaricində ehtiyac sahibi müsəlmanlara fitrə verilə bilər. Fitrə ilə fidyənin fərqi. Fitrə, Ramazan orucunu tutub bayrama çatmanın şükrü olaraq, zəngin olan müsəlmanın ehtiyac sahibi kəslərə verməsi vacib olan sədəqədir. Fidyə isə Ramazanda sağalma ümidi olmayan xəstəlik və ya taqətdən düşmüş qocalıq kimi əlində olmayan səbəblərdən oruc tuta bilməyənlərin, tuta bilmədiyi orucların əvəzi olaraq verdiyi puldur. Oruc kəffarəsi olaraq da bilinir. Fidyənin də miqdarı fitrədə olduğu kimidir.